dostumuzun biri yazıb ki, bunu nə məqsədlə verirsən? Yadınızda saxlayın, bizim hər bazar günü, bazarın birinci günü, bazar ertəsi dostlar, istedadlı dərəcələr. Mən keçən dəfə də dedim dostlar, yazın, əlaqə saxlayın, verin, kimdən danışaq, neyniyək. Bu Ayvazoğlu TV, bu təkcə mənim efirim deyil, həm də siz olmasanız bu efir bir köpüyə dəyməz. Yəni o nöqteyi nəzərdən buyurun, gəlin, zəng edin, danışın və yaxud da qoşulun və yaxud da telefonum orada var, yazın ki, mən qoşulmaq istəyirəm, qoşun. Yəni mən özüm adam dəvət eləmirəm. Bilirsiniz niyə? Ona görə ki, mən heç kimi istəmirəm ki, gəlib burada məcburən danışdırım. Həm də bizim, o ki qaldı bizim o efirdə danışanlar, onların danışdıqları hamısı məlumdur da, bütün deyilmiş fikirlər bu və ya digər şəkildə köhnə deyilənlərin təkrarıdır. Yəni o nöqteyi nəzərdən mən sadəcə olaraq istəyirəm bir yerə yığışaq, yavaş-yavaş sayımız artsın və günlərin bir günündə həmən o sayla duraq ayağa, deyək daha bəsdir. İlham Əliyev, bəsdir. Mən hər dəfə demişəm, hər dəfə efirə çıxanda demişəm, inanın, sizin bu, deyək ki, efiri bəyənməyiniz, paylaşmanız mənə lazım deyil. Bu da məhz İlham Əliyevə lazımdır ki, o baxsın, görsün ki, deyək ki, bir verilişdə, deyək ki, YouTube kanalında 100 nəfər baxan adam var, onun 99'u bəyənir. Bilirsiniz? Yəni İlham Əliyev, inanın mənə, bu reytingi görəndə və yaxud da deyək ki, baxıb ki, 50 min adam baxıb, onun 40 mini bəyənir, bu artıq İlham Əliyevin ürəyinə vəlvələ salacaq. İnanın, Allaha and olsun. Yəni bu təcrübədir, bu böyük təcrübədir, bu göstərir hər yerdə. Yəni o nöqteyi nəzərdən deyirəm. Məsələn, YouTube girib bəyənmək də olar, paylaşmaq da olar. Yəni mən sadəcə olaraq deyirəm ki, istənilən vaxtı miting eləmək istəyəndə 5 nəfər adam tapılır ortaya çıxmağa. Ona görə ki, İlham Əliyev, mən dəfələrlə demişəm, İlham Əliyev nə qədər ki, hakimiyyətdədir, orada miting eləmək filan eləməyə dəyməz. Sadəcə olaraq yığışmaq lazımdır. Bircə dəfə miting eləmək lazımdır. Ayağa qalmaq bütün rayonlarda eyni vaxtda və silib, süpürüb atmaq, bunları da göndərmək lazımdır Kürdəxanıya ki, gedək bunların dərsini verək və bizdən oğurladıqları sərvətlərini geri alaq. Yəni o nöqteyi nəzərdən deyirəm, yığışın bir yerə, yığışın. Məsələn, bax, məndə TikTok'da da var, deyək ki, YouTube'da da, deməli, Facebook'da paylaşıram, deyək ki, Adnoklassnik'də paylaşıram, sonra X şəbəkəsində paylaşıram, deyək ki, demək olar ki, hər yerdə. Yəni, o yer yoxdur ki, orada mən bu 7 dənə, ən aşağısı 7 şəbəkədə mən bu verilişləri paylaşıram və o birisilərə də baxıram ki, görüm ab-hava necədir. Amma görürəm, məsələn, deyək ki, adam var, məsələn, o da deyək ki, Tural Sadıqlının baxıram o günü 800 min izləyicisi var. Və yaxud da Sevinç Osman qızının deyək ki, haradasa 300 mini keçib. Və yaxud da deyək ki, onlarda da eyni şeydir. Yəni, baxırsan ki, deməli, Bədəlov yazır ki, Şahəddin bəy bu səbəbdən Anar bəy Müqavimət TV-yə çıxan kimi həbs etdilər. Və mən, bilirsiniz, Əli bəy, Azərbaycanda mən bilmirəm, bizim verilişlərin əvvəlinə baxsın. Bugün Azərbaycanda ümumiyyətlə ehtiyatlı olmaq lazımdır. Əgər söz üstündə Azərbaycanda deyək ki, bizim 9 qızımızın həbs ediblər. Azərbaycanda söz üstündə adamı həbs edirlərsə, orada ehtiyatlı olmaq lazımdır. Sadəcə olaraq həmən bu şəkildə yığışmaq lazımdır. Yəni, birləşmək, yığışmaq və günlərin bir günü, o Qurban Məmmədovun dediyi kimi, 1% günü, o axşam deyir, amma bunu sabah tezdən başlamaq lazımdır. Yəni, axşam gecə biz haransa dağıtmağa getmirik ki, qalxırıq ayağa ki, İlham Əliyev, sən şərəklərini yığ, davay Kürdəxanıya
Biz öz ölkəmizdə öz qanunlarımız işləyəcək.